Gürcüstanın Xarici İşlər Nazirliyində Böyük Britaniyanın səfiri gözlənilir. Gareth Ward izah vermək üçün quruma çağırılıb. Bu barədə Makabo Çorişvili Rustavi Ori telekanalının efirində məlumat verib. Gürcü tərəfi yerli televiziya kanallarına qarşı tətbiq edilən sanksiyaların hansı əsasla qəbul edildiyinə dair rəsmi açıqlama gözləyir. Xarici İşlər Nazirinin sözlərinə görə sanksiya qərarı üçün ciddi və möhkəm hüquqi əsas olmalıdır. Böyük Britaniya hökuməti İMEDI və Post TV telekanallarına sanksiya tətbiq edib. Britaniya tərəfinin açıqlamasında bildirilir ki, bu kanallar Ukraynadakı müharibə və Ukrayna hakimiyyəti barədə dezinformasiya yaymaqda və sabitliyin pozulmasına töhfə verməkdə şübhəli bilinir. Sanksiyalar aktivlərin dondurulmasını, direktorun vəzifə tutmaq hüququndan məhrum edilməsini və etimad xidmətlərinin göstərilməsinə məhdudiyyət qoyulmasını nəzərdə tutur. Böyük Britaniya hökumətinin tətbiq etdiyi sanksiyaları müxalifət ədalətli hesab edir. Hakim komanda isə fərqli mövqe nümayiş etdirərək qərarı ədalətsiz sayır və onun üçün əsaslı arqumentlərin olmadığını bildirir. Gürcüstanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Tamar Taliyashvili konqresdə Donald Trumpın illik müraciətində iştirak edib. Gürcüstanın ABŞ-dakı səfirliyinin sosial şəbəkə səhifəsində qeyd olunur ki, Prezident Donald Trump ABŞ Konqresinin hər iki palatası qarşısında çıxış edərək ötən il həyata keçirilmiş iqtisadi və sosial islahatlar, eləcə də xarici siyasət məsələləri barədə danışıb. Çıxış zamanı ABŞ prezidenti xüsusi xidmətlərinə görə 6 nəfəri şərəf medalı ilə təltif edib. Prezident həmçinin Charlie Kirkin xatirəsini yad edib. Bildirilir ki, bu çıxış ABŞ-ın müasir tarixində prezidentin ən uzun müraciətlərindən biri olub. Gürcüstanın Təhsil və Elm Gənclər Naziri Givi Mikanadze Kobuleti Bələdiyyəsinin dövlət məktəblərində təhsil alan şagirdlərin valideynləri ilə görüşüb. Nazir iştirakçılara təhsil sistemində aparılan islahatların əsas istiqamətlərini və planlaşdırılan təşəbbüsləri təqdim edib. Görüşdə yeni məktəb formaları, dərslik və proqramların yenilənməsi, həmçinin infrastrukturun inkişafı məsələləri müzakirə olunub. Bugün Amerika Birləşmiş Ştatları və İran nümayəndə heyətləri Cenevrədə Tehranın nüvə proqramı ilə bağlı danışıqların 3-cü mərhələsini keçirəcəklər. ABŞ-ın vitse-prezidenti ümid etdiyini bildirib ki, İran tərəfi Trumpın mövqeyini ciddi yanaşacaq. Onun sözlərinə görə Donald Trump İranla bağlı problemin həllini yenə də diplomatik yolla üstün tutur, lakin onun sərəncamında digər vasitələr də mövcuddur. Vitse-prezidenti xüsusi vurğulayıb ki, İranın nüvə silahına malik olması yol verilməzdir. İranın Xarici İşlər Naziri Abbas Araqçı bildirib ki, ABŞ ilə nüvə sazişinə nail olmaq mümkündür. O deyib ki, biz müəyyən qarşılıqlı anlaşma əldə etmişik və düşünürəm ki, bu anlaşma əsasında razılaşma formalaşdırmaq mümkündür. Nazir əlavə edib ki, İran suallara cavab verməyə hazırdır, lakin nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə hüququndan imtina etməyə hazır deyil.